İllərdir bu qəsəbədə yaşayırlar, amma hələ də yolları yoxdur. Söhbət Şirvanşəhər Çılpaqlı qəsəbəsindən gedir. Problemlə bağlı döymədikləri qapı, şikayət etmədikləri qurum qalmayıb. Sakinlər deyir ki, küçələrinə maşın gələ bilmir, yükləri əlləri ilə daşıyırlar. Uşaqlarını məktəbə çiyinlərində aparırlar. Gələn yoxdur, baxan yoxdur. Nə qədər getdik, şikayət elədik ora-bura. Baxan yoxdur, əlimizi üzüb oturmuşuq. Yağış yağında heç kim gedə bilmir. Hamı uşağını çıxardır dalına, sürüyə-sürüyə çıxardır yola. Bu vəziyyətdə. Uşaqlarımız məktəbə gedə bilmir. Marşrut gəlmir, marşrut ayrılıb, yolun dərdindən girə bilmir bura, girmir. Hamısı şəxsi maşınlardır, deyir, niyə girməliyəm. Hansı taksiyə zəng eləsən, deyir, məsələn, külün qırağına yox, ora yol yaman gündədir, girmək olmur, çıxmaq olmur. İcraya da girmişik, bələdiyyə də deyilib, hər bir yerə deyilib, bu bir əncam eləyən yox. Yollar yayda toz duman, payız qış aylarında isə palçıq olur. Yolların bərbad olması səbəbindən bu əraziyə marşrut avtobus da gəlmir. Bu yolların vəziyyəti bərbad. Bərbad var, bərbad. Bizim uşaqlarımız, zənənlərimiz, analarımız gedib gələ bilməyir. Pis gündədir bu yollar, baxan yoxdur. Mövcud problemlə bağlı Şirvanşəhər İcra Hakimiyyətindən bildirildi ki, qeyd etdiyiniz ünvanda isə küçələrin asfaltlanması 2025-ci ildə növbəli əsasında nəzərdə tutulub, asfaltlanma işləri aparılacaqdır. Digər küçələrdə isə cari təmir işləri həyata keçiriləcəkdir. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV, Şirvan.